Dünya ədəbiyyatının ən sirli, müəmmalı və ezoterik yazıçısı hesab olunan Latın Amerikalı Carlos Castaneda, Kaliforniya Universitetində antropologiya üzrə doktorantura təhsili alırdı. Castaneda doktorluq tezisi olaraq Hinduların bitkilərdən tibbi məqsədlər üçün istifadə etməsi mövzusunu seçmişdi. O, yerli Amerikan qəbilələrinin mədəniyyət və təfəkkürünü də öyrənmək məqsədi ilə Arizona və Şimali Meksikaya səyahətə çıxır. Burada o, Yaqui qəbiləsindən olan ara həkimi Juan Matusla tanış olur və bu tanışlıq onun həyatını dəyişir. Bir çox tənqidçilər Castaneda'nın təsvir etdiyi hadisələrin mümkünsüzlüyünü iddia edirlər. Buna əsas kimi də Juan Matusun sitatlarının bir Hindu təbibin profilinə uyğun gəlməməsini və bölüşdüyü biliklərin şaman mədəniyyətinə xas olmayan üstün akademik səviyyədə olmasını göstərirlər. Castaneda Juan Matusa onu şagirdliyə qəbul etməsi üçün müraciət edir. Don Juan uzun müddətdən sonra Castaneda'nın istəyinə müsbət cavab verir. 1960-1966-cı illəri əhatə edən bu birinci şagirdlik dövrünün sonunda Castaneda psixoloji stres keçirdiyinə görə şagirdliyinə fasilə verir və Los Ancelesə geri qayıdır. Burada o, özünü bütün dünyada məşhur edəcək olan Don Juan'ın Təlimi adlı ilk kitabını nəşr etdirir. 1968-ci ildə yenidən Meksikanın Sonora əyalətinə qayıdan Castaneda Don Juan'ın yanında biliklərə yiyələnməyə davam edir. 1972-ci ildə çap etdirdiyi Şamanlıq bilgi və təcrübələrini özündə ehtiva edən Ixtlana Səyahət adlı kitabına görə Castaneda doktorluq dərəcəsi alır. Ümumiyyətlə, Carlos Castaneda Don Juan'la olan söhbətlərini və xatirələrini 12 kitab olaraq nəşr etdirmişdir. Əziz dinləyicilər, hazırladığım bu kontentdə Carlos Castaneda və ustadı Don Juan arasında məsuliyyət şuuru mövzusunda gedən dialoqu sizlərlə bölüşəcəyəm. Qeyd etmək istəyirəm ki, bu dialoq Castaneda'nın Ixtlana Səyahət adlı kitabından iqtibas edilmiş və məzmun etibarı ilə şərh edilmişdir. Dialoqda səsləndirilən fikirlərə münasibətdə kanalımız neytral mövqe tutur və dinləyicilər müxtəlif qənaətlərə gəlməkdə müstəqildir. Juan Matus gülümsədi və bir Meksika melodiyası zümzümə etdi. Sonra dilləndi. İnsan hər hansı bir şeyi etmək qərarına gəldikdə o işin sonuna qədər getməlidir. Ancaq edəcəyi işin də məsuliyyətini öz üzərinə götürməlidir. Həyata keçirmək istədiyi şeyin nə olduğundan asılı olmayaraq, əvvəlcə o şeyi niyə və nə üçün etmək istədiyini bilməli, daha sonra çəkinmədən, şübhəyə düşmədən və bütün gücü ilə edə biləcəyi fəaliyyətlərin icrasına başlamalı və davam etməlidir. Castaneda: lakin bu mümkün deyil, imkansızdır. Juan Matus: niyə mümkün deyil? Castaneda: çünki insanlar bir şeyi həyata keçirmək istədikləri zaman qətiyyətli olsalar da, işi yerinə yetirmək lazım gəldikdə içlərinə şübhə düşməməsi və hətta arabir peşmanlıq duymamaları mümkün deyildir. Juan Matus: təbii ki, insan imkanları daxilində olan işləri planlaşdırmalı və hərəkətə keçməlidir. Məndə şübhə və peşmanlığa yer yoxdur. İcra etdiyim hər bir iş, hər bir hərəkət mənim qərarımdır və mənim məsuliyyətimdədir. Həyata keçirməyi düşündüyüm ən sadə bir fəaliyyətim zamanı ölüm gələ bilər və ya göstərdiyim fəaliyyət ölümlə nəticələnə bilər. Ölüm daim hər bir insanı təqib etməkdədir, pusquda durmaqdadır. Məhz elə bu səbəbdən də mənim həyatımda şübhə və peşmanlığa yer yoxdur. Məsələn, əgər səninlə kəndi gəzməyə çıxanda ölüm məni yaxalayacaqsa, qoy yaxalasın, ölməyə hazıram. Sənə gəldikdə isə Carlos, sən sanki ölümsüzsən. Ölümsüz insan qərarlarını ləğv edə bilər, şübhə və peşmanlıq duya bilər.
Ölümün ovçuluq etdiyi bir dünyada şübhəyə düşməyə və peşman olmağa vaxtımız yoxdur. Yalnız qərarlar almağımız üçün zamanımız vardır. Castaneda. Dərin səmimiyyətlə deyə bilərəm ki, belə bir dünya gerçək ola bilməz. Hər hansı bir davranış hər zaman ideal olaraq qəbul edilə bilməz. Sizin söylədiyiniz bu fikirlər sadəcə qulağa xoş gələn şirin və bəlağətli sözlərdir. Bu fikirlərinizin gerçək həyatla əlaqəsi yoxdur. İkinci diyaloqa Carlos Castaneda atası haqqında hekayə nəql etməklə başlayır. Atam mənə bitib tükənməyən nəsihətlər verərdi. Sağlam zehin sağlam bədəndə mövcud olar, deyərdi. Gənc oğlanların çətinliklərlə mübarizə apararaq və idmanla məşğul olaraq özlərini inkişaf etdirməli olduqlarını söyləyərdi. Atam özü də gənc idi. Mən 8 yaşında ikən, o hələ 27 yaşında idi. Müəllimlik etdiyi məktəb yay tətilinə çıxanda ən az bir ay mənimlə birlikdə vaxt keçirmək məqsədi ilə babamgilin fermasına gedərdik. Bu bir ay mənim üçün cəhənnəm kimi idi. Fermaya yerləşən kimi atam mənimlə uzun gəzintilərə çıxmaqda israr edər, gəzinti zamanı söhbətlər edər və planlar qurardı. Onun planlarından biri də hər səhər saat 6-da üzməyə getmək idi. Hər axşam zəngli saatı səhər saat 5:30-a qurardı ki, saat tam 6:00-da suya baş vurmuş olaq. Səhər zəngli saat çaldıqda yatağından qalxar, eynəyini taxar, pəncərəyə tərəf gedərək bayırı nəzərdən keçirərdi. Ondan sonra sadəcə 5 dəqiqə yatacağını və oyanıb üzməyə gedəcəyimizi söyləyərdi. Lakin hər gün saat 10-a, bəzən də günortaya qədər yatıb qalardı. Mən də atamın hər gün bu saxta qərarlılıqla yenidən eyni şeyləri söyləməsindən bezir və qəzəblənirdim. Hətta bir gün zəngli saat qurmasına etiraz etdim və deyəsən o da məndən incidi. Onlar saxta qərarlılıq deyildi. Don Juan atamın tərəfini saxlayan tərzdə danışmağa başladı. Atan sadəcə özünü yataqdan necə xilas edəcəyini bilmirdi. Hər nə olur olsun, mən bu cür real olmayan qərarlılıqlara etibar etmərəm. Səncə real olan qərarlılıq necə olmalıdır? Don Juan üzündə qeyri-müəyyən bir təbəssümlə məndən soruşdu. Əgər atam səhər saat 6-da üzməyə gedə bilməyəcəyini qəbul edib, üzməyə günortadan sonra saat 3-də getməyi qərarlaşdırsaydı, bu real bir qərar olardı, deyə cavab verdim. Sənin verdiyin qərarlar insanın ruhunu zədələyər, Don Juan dedi. Bu son cümləsini çox önəmli bir şey söyləyən insanın ciddiliyi ilə söyləmişdi. Hətta səsində bir hüzün belə sezdim. Uzun müddət səssiz oturduq. Qəzəbim soyumuşdu. Atamı düşündüm. Atan günortadan sonra üzmək istəmirmiş. Bunu başa düşməmsən? Don Juan'ın bu sözləri məni silkələdi. Atam zəif bir insan idi. Özünün ideal dünyasında həyata keçirməyə çalışdığı, lakin reallaşdıra bilmədiyi fəaliyyətləri də zəif işlər idi. Üstəlik bu sözlərimi qışqıraraq söylədim. Don Juan isə bir kəlmə söz belə demədi. Başını ritmik şəkildə yellədirdi. Özümü hüzünlü hiss edirdim. Atam haqqında düşünmək bütün mənliyimi əhatə edən bir duyğu hasil etmişdi. Sən özünü atandan daha güclü sanırdın, elə deyilmi? Don Juan soruşdu. Bəli, mən ondan daha güclü biriyəm və atamdan çox əziyyət görmüşəm, dedim. Səninlə alçaqcasına rəftar edirdimi? Xeyr. Önəmsiz, xırda şeylərdən ötürü səni incitdimi? Xeyr. Gücü çatan hər şeyi sənin üçün etdimi? Bəli. Yaxşı, bəs səncə atanın xətası nədə idi? Atam sadəcə zəif bir insan idi, deyə qışqırdım. Lakin səs tonumun yüksək olduğunun fərqinə varıb aşağı saldım. Eyni zamanda Don Juan'ın məni sorğu-suala çəkməsi qəribimə gəldi. Əslində biz bitkilər haqqında söhbət aparmalı idik. Həmçinin mənim davranışlarımı sorğu-sual etməyə sizin nə haqqınız var, nə də ki bu səviyyədə təhsiliniz, dedim. Don Juan qəhqəhə ilə gülərək, əsəbləşəndə özünü üstün hesab edirsən, elə deyilmi? Don Juan bu zənnində doğru idi.
Əsəbi olduğum bütün hallarda özümü həm haqlı, həm də üstün hesab edirdim. Gəl, atam haqqında söhbət etməyək. Saxta bir təbəssümlə bu cümləni söylədim. Mənə bitkilərdən danış. Xeyr, atan haqqında söhbət edək, deyərək Don Juan israr etdi. Bugünkü söhbətimizin giriş mövzusu budur. Sən atandan güclü olduğunu sanırdınsa, səhər saat 6-da onun əvəzinə sən özün niyə üzməyə getmirdin? Səhər saat 6-da üzməyə getmək ideyası mənim deyil, atamın idi. Onun ideyasını qəbul etdiyin andan etibarən bu ideya sənin də fikrin sayılır, deyərək Don Juan həmin andaca məni cavablandırdı. Mən atamın bu ideyasını heç vaxt qəbul etməmişdim. Atamın verdiyi qərarlara özünün belə heç vaxt uymayacağını bilirdim. Bəs niyə atan haqqındakı bu qənaətini ona söyləmirdin? İnsan atası ilə bu cür danışa bilməz. Niyə? Bizim evdə ata ilə bu cür danışmaq olmazdı. Ancaq sən o evdə bundan betər davranışlar etmisən. Eləmədiyin tək şey özünü silkələyib ruhunu parlatmaq idi. Don Juan'ın səs tonunda məni məhv edən bir güc var idi və bu güc zehnimdə əks sədalar doğuraraq məni özümü kəşf etmək yolunda oyandırdı. Bütün özünü müdafiə cəhdlərim çökmüşdü. Onunla mübahisə etməyə güc çatdıra bilmirdim. Qeydlər götürməyə başlayaraq Don Juan'a cavab verməkdən qaçdım. Son özünü müdafiə cəhdim olaraq gücsüz bir izahat kimi ona aşağıdakıları söylədim. Bütün ömrüm boyunca atam kimi çox insan tanıdım. Onlar da mənim atam kimi planlar qurar, bu planlarına məni də daxil edər, lakin nəticədə heç bir şey həyata keçirə bilməzdik və mən həmişə əliboş qalardım. Şikayət edirsən, yumşaq səslə dilləndi. Bütün ömrünü şikayətlə keçirirsən, çünki aldığın qərarlardan dolayı məsuliyyət daşımaq istəmirsən. Əgər atanın səhər saat 6-da üzmək qərarından sənin də məsul olduğunu qəbul etsəydin, sən gedib üzərdin. Hətta lazım olsa tək də olsan gedib üzərdin. Əks halda, yəni atanın bu qərarının həyata keçməyəcəyini və ya bəlkə də bunun bir oyun olduğunun fərqinə vardığın ilk anda atanın bu qərarına etiraz edər və bir daha ona qoşulmazdın. Bunu da etmədiyinə görə sən də atan qədər zəif bir insansan. Bir insanın verdiyi qərarlarına görə məsuliyyət daşımağı öhdəsinə götürməsi, onun həmin qərarlar uğrunda ölməyə belə hazır olması deməkdir. Bu məqamda Don Juan'a ağlı başında olan heç bir insan səhər saat 6-da üzmək kimi cəfəng bir şey üçün ölməyi gözə almaz deyəcəkdim ki, sanki nə edəcəyini bilirmişcəsinə mənə fürsət vermədən sözünə davam etdi. Verilən qərarın nə olması əhəmiyyət daşımır. Heç bir şey digərindən və ya başqa bir şeydən daha önəmli və ya önəmsiz deyildir. Görmürsənmi ki, ölümün ovçuluq etdiyi bir dünyada kiçik və böyük qərarlar yoxdur. Ölümün qaçınılmazlığı ilə üz-üzə olduğumuzu bilərək bu şuur içərisində verdiyimiz qərarlar vardır. Hamısı sadəcə bundan ibarətdir. Bu sözlər qarşısında heç bir şey söyləyə bilmədim. Bəlkə də bir saat vaxt keçdi. Don Juan həsirin üstündə hərəkət etmədən uzanmışdı. Amma yatmamışdı, oyaq idi. Nitqinə son olaraq aşağıdakı cümlələri əlavə edib bugünkü söhbətini tamamladı. Sən atanın əvəzinə üzərək ona xüsusi bir toxunuş edə bilərdin, amma etmədin. Yəqin ki, uşaq olduğun üçün belə oldu. Mən səndən daha çox yaşamışam. Məni gözləyən, askıya aldığım heç bir qərarım yoxdur. Mənim həyatımda nədənsə ötürü tələsməyə yer yoxdur. Buna görə də səndən fərqli olaraq mən insanlara məxsusi toxunuşlar edə bilərəm. Əziz dinləyicilər, paylaşdığımız iki dialoqda bir neçə məfhum haqqında fərqindəlik duyğusunu hərəkətə keçirməyə cəhd etdik. Bunlardan birincisi məsuliyyət anlayışı idi. Dialoqlardan aydın olur ki, Don Juan məsuliyyət anlayışını təməl bir prinsip olaraq ələ alır və vacibliyini dəfələrlə qeyd edir. Don Juan'ın üzərində olduqca çox dayandığı ikinci məfhum ölüm şuurudur. Belə ki, bilgə hər an ölümün yanımızla gəzdiyini,
yaxınımızda olduğunu bizə xatırladaraq həyatımızın sonsuz olmadığını, məhdud olduğuna görə də məsuliyyətdən boyun qaçırmağın mümkünsüz olduğunu təkidlə beyinlərə həkk etmək istəyir. Nəzərə çatdırılmaq istənilən üçüncü məfhum isə qərarların əhəmiyyətliliyidir. Don Juan nitqində heç bir qərarın birinin digərindən daha önəmli və ya önəmsiz olmadığını bildirir. Bütün qərarların düşünülərək, ciddi yanaşılaraq verilməsi lazım olduğunu və qərar verildikdən sonra geriyə dönüşün olmadığı şuurunu aşılamağa çalışır.